10-cu günün duası. Məni bu ayda sənə təvəkkül edənlərdən, sənin yanında kama çatan və uğur əldə edənlərdən, sənin dərgahına yaxın olanlardan et. İhsanına xatir, ey axtaranların hədəfi. Bismillahirrahmanirrahim. Mərhəmətli və mehriban olan Allahın adı ilə siz əzizləri inşallah mübarək Ramazan ayında salamlayıram. Allah gələn günlərimizi xeyrə bəddəl etsin. Gözəl ay, Allahın sevdiyi bir ay, gözəl, şərəfli bir aydır. Salamlayıram bütün izləyiciləri. Bu mübarək Ramazan ayının bir neçə fəlsəfi baxışlar var bu Ramazan ayına. Bir neçə mənalar var. Nə üçün Ramazan ayında Allah Taala bu ibadəti bizlər üçün belə qərar verib ki, yəni yeməkdən, içməkdən, subh azanından şam azanına qədər insan gərək yeməkdən, içməkdən özünü saxlamalıdır. Təbii, bu fiqhi bir məsələdir, amma əsas məsələ budur ki, insan özünü haramdan, günahdan saxlasın. Bu, onun mənəvi cəhətidir. Yeməkdən, içməkdən özünü saxlamağın bir fəlsəfəsi budur ki, insan ac qalmış, kasıb olan, yetim, fəqir, miskinlərin halını, yəni ki, hiss etsin. Elə insanlar var, aylarla evinə çörək getmir, çörəyi olmur, ət olmur, yeməyi olmur, fəqir, kasıb və miskin yaşayan insanlar var bu dünyada. Budur ki, imkanı olan şəxslərə vacibdir ki, həmən fəqir imkansızlara, yetimlərə əl tutsunlar. Mübarək Ramazan ayında bir, belə deyim, böyük mənalar var bu aylarda. Bu ayda böyük gözəlliklər var. Bu gözəlliklərdən biri də budur ki, oruç tutan şəxs bir neçə saat, 7 saat, 8 saat, yayda 16-17 saat ac qalmaqla, susuz qalmaqla kasıb və imkansız yetimin fəryadına bir cavab verir. Onun halını duyur və ona əl tutmaqlığı Allah Taala da əmr edir. Və məhz mübarək Ramazan ayının məxsusi duaları ki var, hər gün oxunan dualar ki var, ki müstəhəbdir ki, bu dualar oxunsun. O dualardan biri budur ki, qeyd olunur ki, Allahumma əğni kullə fəqir. Allahım, bütün fəqirləri ғəni et, bütün fəqirləri imkanlı et. Allahumma əşbi kullə cai. Allahım, bütün kasıbları doyuzdur, onların yeməklərini, ruzilərini bol, bərəkətli et. Allahumma uqsu kullə uryan. Bütün yetim imkansızların paltarlarını, geyimlərini sən onlara əta et. Bu formada görürsən dualar var və əytam sözləri, yetimlərə nəvazişdən, yetimlərə əl tutmaqlıq barədə dualar var, məxsusi dualar var. Yəni ki, bugün istərdim ki, inşallah bu mövzuda, bu səpkidə qeyd edeyim, danışım ki, kasıb və yetimlər və kasıb və yetimlərə əl tutmaqlıq İslam şəriyyətində, İslam əxlaqında geniş yer verilir. Bütün ümumiyyətlə peyğəmbərlər, 124 min peyğəmbərlər Allah Taalanın əmri olub ki, kasıb və yetimlərə əl tutun. Xüsusən də Həzrəti Rəsul Əkrəm bu barədə daha çox təkid edib. Niyə? Bir mənası budur ki, Peyğəmbərimizin özü yetim bu dünyaya, yəni yetim boya başa çatıb, yəni atasını görməyib, anası da dünyasını dəyişib və yetimin halına yanmaqlığı Həzrəti Rəsul-i Əkrəm daha çox bilərdi. Peyğəmbərimiz buyurur ki, hər kəs bir yetimin başına nəvaziş edərsə, yetimin başında olan saçlarının, tüklərinin ədədləri qədər həmən şəxsə savablar yazılır. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kəs 3 yetimə, fəqirə yemək verərsə, onları doyuzdurarsa, Allah ona Firdovs, Ədin və Tuba cənnətlərində ona yemək, ərmağan edəcək. Allah onu o cür rizqləndirəcək bu cənnətdə və bunun savabını o qədər böyük savablar verəcək ki, bu savabları nə mələklər biləcək, nə də peyğəmbərlər biləcək. Bir Allah biləcək, bir də həmən bəndə verəcək.
3 yetimi əgər doyuzdurarsa. Digər hədislərdə bu səpkidə çoxlu hədislərimiz var. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, imkansız bir şəxsi bir dəfə yemək ilə təmin etmək İsmail övladlarından 10 nəfəri ölümdən xilas etməkdən və azad etməkdən xeyirlidir, əfsəldir. Başqa bir yerdə buyurur ki, sizin ən yaxşınız kimdir? Onu sizə deyimmi? Sahabələr buyurur ki, ya Rəsul-i Əkrəm, buyur, biz də bilmək istəyirik ki, ən yaxşımız kimdir? Həzrəti Rəsul-i Əkrəm Peyğəmbərimiz buyurur ki, müsəlman qardaşının borcunu ödəyən və kasıb fəqirlərə əl tutan sizin ən yaxşınızdır. İmam Hüseyn əleyhissalam buyurur ki, artıq paltar və yeməyi olub imkansız mömin qardaşına əl tutmayan şəxsə Allahın qəzəbi ona varid olacaq. Və qiyamət günündə buyurar ki, sizi öz rəhmətimdən mən çıxarıram. Çünki siz öz nəfsinizə, şeytanın vəsvəsəsinə uydunuz və şeytanın əmrinin tabiçiliyində oldunuz. Yetim fəqirlərə, imkansızlara baxmadınız. Elə isə cəhənnəm atəşini dadın. Allah Teala həmən şəxsə bu cür xitab edəcək. Müsəlmanların çətinliklərini aradan qaldıran şəxslərə, maddi cəhətdən, mənəvi cəhətdən müsəlmanların çətinliklərini aradan qaldıran şəxslərə Allah Teala hədislərdə buyurulur ki, 400 mübarək Qur'an-ı Kərimin ayələrinin savabını və hər hərfinin savabını ona qeyd etdirəcək. Qiyamət günündə bu cür bollu savablar ilə qiyamətdə Allahın huzuruna çıxacaq. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, fəqirlər ilə imkansız möminlər, bir də imkanlı möminlər arasında müqayisədə fəqir imkansız mömin varlı imkanlı mömindən 40 il tez cənnət meyvələrindən, cənnət ruzilərindən rizqlənər, cənnətdə varid olar. Yəni, fəqir kasıb imkansız mömin 40 il tez varlı mömindən cənnətə daxil olacaq. Çünki varlı mömindir, Allah Teala buna ruzi verib bu dünyada. Yəni, halal yerlərə xərc edib və halal yerdəndə də ələ gətirib. Amma bunun sorğu-sualı biraz çox olacaq. Bunun misalı bənzədilir 2 böyük gəmiyə. Bir gəmi boşdur, bir gəmi isə yüklə doludur. Boş olan gəmi tez gömrükdən keçir, amma dolu olan gəmi isə qeydiyyat, sənədləşdirmə, gömrükdə və bu formada görərsən ki, bir neçə saat, bəlkə də günlərlə çəkəcək bunun ümumiyyətlə sənədləşmə işi. Odur ki, varlı olan, imkanlı olan mömin, kasıb olan mömindən cənnətə 40 il gec daxil olacaq ki, bu da İmam Cəfər Sadiq əleyhissalamdan buyurulur. Digər bir yerdə var ki, bütün peyğəmbərlər cənnət əhlidir ki, tohidi, la ilahə illallahı təbliğ ediblər, haramlardan çəkindirmək, halala tərəf yönəltmək təbliğatında olublar. Və bütün peyğəmbərlər ki, cənnətə sorğu-sualsız girəcəklər, ən axırda sonuncu peyğəmbər ki, cənnətə daxil olan sonuncu peyğəmbər 124 min peyğəmbərin içində Həzrəti Süleyman peyğəmbər olar. Niyə? Çünki Süleyman peyğəmbərə Allah Teala mülk vermişdi, səltənət vermişdi və onun sorğu-sualı da çox çəkəcək. O da ən sonuncu peyğəmbər ki, cənnətə daxil olacaq. Bu Həzrəti Süleyman peyğəmbər olacaq. Fəqir yetimlərə əl tutmaqlıq çox təkid olunub, xüsusən mübarək Ramazan ayında. İnsan gərək axirətini, aqibətini düşünsün. Axirət və aqibətin xeyirli olması üçün fəqir yetim miskinlərə əl tutmaq bəyənilən bir əxlaqi sifətdir. Xüsusən Ramazan ayında ki, bütün əməllər digər aylara nisbətən daha çox qiymətləndirilir. Ramazan ayında olan əməllər odur ki, insan gərək cəhd eləsin, çalışsın və hətta bu yarışda qalib olsun ki, daha çox yetimə, miskinə əl tutmaqlıq məsələsində bunu daha çox ümumiyyətlə həyata keçirə bilsin. Və daha da yaxşı olar ki, bu işləri belə deyim,
reklamsız, riyasız bunları həyata keçirsin. Allah rizası üçün ixlas ilə fəqir, yetim, miskinlərə əl tutsun. Mən bu barədə inşallah mübarək Ramazan ayında ibrətli bir hadisəni qeyd edim inşallah. Söhbətimi yekunlaşdırıram. Mediha adında bir tələbə bir qız vardı. 4 tələbə qızıdılar. Bunlar bir-birinə rəfiqə idilər. Bir gün bu 3 tələbə qız qərar verdilər ki, gedək Medihanın evinə iftar süfrəsinə. Evlərdə heç getməmişdilər, amma ünvanını bilirdilər. Və birdən deyirlər ki, bu cür deyirlər ki, xəbəri olmadan birdən gələk belə sevinsin. Və gəlirlər qapını döyürlər, görürlər ki, doğrudan da bu kasıb bir məhəllədə imkansız, qapılarından, evindən görürlər ki, imkansız kasıb biridir. Qapını döyürlər, qapını açan Mediha baxır, təəccüblənir, gözləmirdi, çağırmamışdı. Və bu cür təəccübdə qalır, anası səslənir ki, kimdir? Deyir ki, rəfiqələrim gəlib. Deyir, gəlibsə xoş gəlib, Allah qonaqlıdır, dəvət edə. Bunlar deyir, içəri daxil olduq, həmən bu 3 qız baxırlar bir-birinə, utanırlar. Yəni, xəbərsiz, soraqsız gəldilər, anası da bunları çəkir, iftar vaxtıdır, oturur süfrədə. Görürlər ki, köhnə süfrə, balaca Medihanın bacıları da var, 3 yaşda, 4 yaşda, 5 yaşda 3 bacısı var. Yamaqlı paltarlarda, bunlar da öz yamaqlı paltarlarından gizlətmək üçün qaçırlar, bir yerdə gizlənirlər. Görürlər ki, süfrədə quru boyat çörək, başqa bir şey yox. Bir də bir şorba, vərməşil şorbası qeyd olunur ki, bu cür qoyulur. Bunlar da xəcalət çəkə-çəkə ki, bilmirdilər bu cür olacaq. Xəcalət çəkə-çəkə, yəni əlbəttə ki, çıxıb getmək də biraz yaxşı hal olmazdı. Yeməyin tamına baxırlar, yeyirlər. Anası da bu cür deyir ki, bəs ət almışdım, istəyirdim başqa bir yemək bişirib, amma biraz gecikdim. Bu kiçik balaca uşaqlardan biri deyir ki, doğrudan sən ət almışdın, ət yemək bişirəcəydin, qaçır, evdə soyuducunu açır və görür ki, heç soyuducu boşdur, heç də soyuducunun qapısını da çırpır. Ki, anasına deyir ki, axı sən bu cür dedin qonaqların yanında. Bunlar bir tər yemək yeyirlər, çıxıb gedirlər. Çıxıb gedəndən sonra özlərinə gələ bilmirlər. Hətta sahur o başlanlıq yeməyini göz yaşı altında yeyirlər ki, bəs biz imkanlıyıq, amma bizim içimizdə ən çalışqan olan, savadlı tələbəmiz olan bu Mediha kasıb bir vəziyyətdədir ki, hətta bunun iftar süfrəsi belə zəifdir. Bir çörəkləri, quru çörəklərindən başqa bir şey yoxdur. Qərara gəlirlər, 3 rəfiqə qərara gəlirlər ki, bir yaxşılıq edək. Təbii ki, biz ona pul versək, para versək, qürurlu bir xanımdır, pul paranı götürməyəcək. Gedirlər yaxınlıqda olan bir dükana gedirlər, bir ərzaqdan, zaddan alırlar və həmən dükanda işlənən şəxsədən xahiş edirlər ki, gəlin siz bu cür edin, bu ərzağı götürün, aparın Medihanın evinə, deyin ki, bu Ramazan payıdır, sovqatıdır ki, biz paylayırıq oruç tutanlara, bu da sizin payınızdır. Dükançı da bu gözəl ümumiyyətlə təklifdən xoşu gəlir və bol formada ərzaqlar, toyuq, ət, bu formada yemək üçün lazım olan bütün ləvazimatlar yığılır, aparır, verir. Sabahı gün Mediha həmən rəfiqələrə deyir ki, sabah bizə iftara dəvətlisiniz, sevinir ki, belə bir ərzaq gəlib. Amma bilmir ki, bu ərzağı göndərən bu rəfiqələrdir və dəvətlisiniz və onlar sabahı gün iftar süfrəsinə Mediha gilə gedəndə orada Medihanın balaca bacıları da sevincək deyirlər ki, anamız bugün toyuq şorbası bişirib, ətdən yeməklər bişirib, gəlin və bu cür süfrəmiz boldur, özləri də sevinirlər. Yəni ki, məqsəd budur ki, bu Ramazan ayında insanlar, oruç tutanlar, imanlılar, ümumiyyətlə bütün insanlar gərək axtarsın. Fəqir, yetim, miskinlər var. Bugün elə evlər var ki, həmən o şəxslərin evində soyuducusunda bir şey yoxdur yeməyə. Balaca körpə uşaqları var, amma yemək verməyə ərzaqları, qidaları yoxdur, zəif formadadır. Və bu cür kasıb, miskin insanlar da var ki, Allah rizası üçün, Allahın əmri üçün oruc da tuturlar. Oruc da tuturlar. Və oruc tutan
Digər insanlar ki var, imkanları var, onlar ki 7-8 saat ac qalırlar, susuz qalırlar, amma elə insanlar da var ki, bir ay Ramazan yox, 12 ay da bu cür ac susuz qalırlar. Onların dərdinə gərək insanlar şərik olmalıdır və onların qapılarını döyməlidir. Onların evlərinə gedib baxmalıdır, gedib axtarmaq lazımdır ki, fəqir, yetim, miskinlər kimdir? Onların qapısını döyüb və ixlas ilə onlara maddi mənəvi dəstək edilməlidir. Xüsusən mübarək Ramazan ayında. Allah tutulan oruclarımızı qəbul etsin inşallah. Və səlamun aleykum və rəhmətullahi və bərəkatuhu.